11-ci Qarabağ müharibəsində şəhid olan Ceyhun İsrəfilovun qardaşı oğlu Ceyhunun Çərəkə kəndində keçirilən toy məclisinə dəvət almışıq. Ceyhun Ələddin oğlu İsrəfilov şəhid əmisinin adını daşıyır. Allah şəhidimizə rəhmət eləsin. Allah bəyimizə xoşbəxt olmağı nəsib etsin inşallah. Toy məclisindən görüntüləri sizlərə təqdim edəcəyik. Bizi izləmədə qalın. Ceyhun balam gözəl günüdür. Allah onu xoşbəxt eləsin. Yarayanlardan eləsin. Xoşbəxt olasan. İnşallah. Sən kimi? Həmini təbrik edirəm. Gəlinbazını təbrik edirəm. Həm oğluya xoşbəxt yazıyım. Yarayandan olsun. İnşallah əmini də təbriklərinə qoşulan. Gələn bu vaxtda evindən körpüsə çıxasın. Allah xoşbəxt eləsin. Oğlu qızı olsunlar, olsun. Oğlun toyuna gələk. Dostluğumuz əbədi olsun. Sağ ol. Salam, hamınızı xoş gəlmişsiniz. Bugün mənim şəhid qardaşımın adını daşıyan evladımın toy məclisidir. O uşağın məclisi bizə qismət olmadı, amma bugün toy mübarək olsun, xeyir işlərdə oturaq, söhbət eləyək, danışaq, gülək. Allah mübarək eləsin. Xoş gəlmişsiniz, gələn ayaqlarınız var olsun. Bizə rəhmət eləsin. Bizim bura dəvət almışıq. Leyla xanım, Leyla Qarabağın nəsə. Gözəl toydur. Allah xoşbəxt eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Biz Təman Nasibi toyda iştirak edirik. Bakıdan Leyla xanım dəvət alır. Təman Nasibi toyda iştirak edirik. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Teşekkür edirəm. Əvvəla sizə var olasınız bu gözəl çəkiliş üçün və dəyərli əziz Göyçaylar, dəvətinizə görə sonsuz minnətdaram. Hörmətli bəy atamızın dəvəti ilə şəhidimizin, dəyərli şəhidlərimizin Allah rəhmət eləsin və hörmətli bir şəhid ailəsinin bugün gözəl və gözəl toy ziyafətinə dəvət almışıq. Canla başla super səviyyədə də iştirak edəcəyik. Allah xoşbəxt eləsin. Bir daha İsmail müəllim, gözəl xanəndəmiz, gözəl sənətkarımız var olsun. Nə xoş bizə hər zaman şəhid ailələrinə, qazi ailələrinə dərin təşəkkürlə baş üstə minnətdarlığımızı bildiririk. Təmənnasız qulluğumuzdayıq. Var olun. Sevgi Remzi. Varsalı sevdalar altında hazır elan edilir. Bəyimizin yardımcısı toyumuza dəvət edilir. Bəyimizin qəlbimizi bəstələyək. Gürültü qardaşlarımızla inşallah. Və bir dəqiqəlik vaxtsalını saxlayan Aybəy. Heç zaman unutmur ki, istər ilk, istər ikinci Qarabağ savaşında bizim minlərlə şəhidlərimiz var. Dəyərli qonaqlar, şəhidlərimizin ruhuna ithaf olunmuş bir dəqiqəlik sükut. Allah Teala qəni-qəni rəhmət eləsin cümlə şəhidlərimizə və beləliklə bəyimiz gəldimiz buyursun şərbət piramidasına inşallah.